Salamlayıram sizi, dəyərli müəllimlərimiz. Yenidən Naxçıvan sertifikasiya müsahibə hazırlığı üzrə izahlarımızı davam etdiririk və düşünürük ki, müəllimlərimizə kiçik də olsa öz dəstəyimizi göstərəcəyik. Keçid alıram mövzumuza. Alt standart və təlim nəticəsi. İstər adi suallar olsun, istərsə də icmal üzrə suallar olsun. Əlbəttə ki, hər iki istiqamətdə də bizə lazım olan bir mövzudur. Elə bir müsahibə yoxdur ki, orada alt standart və təlim nəticəsindən danışılmasın, sual verilməsin, soruşulmasın, ona görə də diqqətli olmalıyıq bu mövzuda. Alt standart nədir? Təhsil alanların, yəni şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Dövlətin ən kiçik, yəni minimum standartıdır. Alt standarta nə müəllim, nə məktəb rəhbərliyi heç kim dəyişiklik edə bilməz. Yalnız dövlət tərəfindən 5 ildən bir dəyişiklik edilə bilər. Keçid alırıq digər istiqamətimizə. Alt standart nələri təmin edir? Nə üçün bu qədər vacibdir? Ona görə vacibdir ki, alt standart summativ qiymətləndirmənin aparılmasını təmin edir. Alt standart gündəlik planlaşmanın tam olaraq təmin edən bir alt standartdır. Alt standartın 4 dənə əsas funksiyası demək olar ki, bütün təlimi əhatə eləyir hər tərəfli şəkildə. Və plus da bizim təlimimizin məqsədi, yəni təlimimizin nəticəsi məsələ alt standartdan asılıdır. İndi belə deyək. Alt standartın dediyi 4 dənə əsas funksiyası var. 4 əsas funksiya hansılardır? Təlim məqsədlərinin dəqiq müəyyən edir. Yəni, təlim nəticəsinin düzgün çıxarılması üçün, təlimin sonunda düzgün bilik bacarıqlara sahib olmaq üçün, şagird yönümlü təlim qurmaq üçün mütləq şəkildə biz alt standartdan müəyyən qaydalara əsasən düzgün, dəqiq, aydın olan, yəni spesifik olan təlim nəticəsi çıxartmalıyıq. Alt standartın ikinci funksiyası. Təlim strategiyalarını düzgün seçir. Strategiya deyəndə iş üsulları, iş formaları, metodlar, modellər bura daxildir. Hətta texnikalar belə. Məsəl üçün, iş üsullarından istifadə edirik, iş formalarından istifadə edirik. İstər şagirdlərə nə isə mənimsətmək üçün, biliklərini bacarığa çevirmək üçün, refleksiya aparmaq üçün, bu zaman əməkdaşlığı formalaşdırmaq üçün artıq bu zaman biz nə edirik? Təlim strategiyalarından istifadə elədik. Nəyin hesabına reallaşır? Alt standartın hesabına. Üçüncü funksiyamız olacaq. Təlimi davamlı inkişaf elətdirir, sadədən mürəkkəbə doğru irəliləyir. Biz deyirik ki, alt standart şagirdlərin müəyyən bilik bacarıqlara sahib olmasıdır, düzdürmü? Dövlətin qoyduğu bir standartdır. Buna görə də bilik bacarığı birdən-birə mürəkkəb şəkildə mənimsətmək olmaz axı. Mütləq sadədən mürəkkəbə doğru ildən ilə dəyişərək şagirdlərdə müəyyən bilik bacarıqların formalaşmasına gətirib çıxarır. Dördüncü funksiyası alt standartın olacaq, təlimdə inteqrativliyi təmin edir, yəni həyatla sistemli şəkildə əlaqələndirir, inteqrasiyanı təmin edir. İnteqrasiyanın da bilirik 3 dənə növü var. Fən daxili, fənlər arası, fən üstü isə tamamilə şagirdə məxsusdur. Şagirdə aid olan bir inteqrasiya növüdür. Nəyə görə? Fən daxili 2 yerə bölünür, üfüqi və şaquli. Şaquli istiqaməti budur ki, özündən əvvəlki siniflərə inteqrasiya edərək xatırlatma, yada salma, istinadən danışma. Yadınızdadır, biz 8-ci sinifdə bunları keçmişdik. 6-cı sinifdə keçdiyimiz bu məqamı yadınıza salın və yaxud da bunu suallarla yada salırıq. Bu zaman oldu fən daxili şaquli inteqrasiya. Fən daxili üfüqi inteqrasiya isə 2 və ya daha çox məzmun xəttinin bir-biri ilə əlaqələndirilməsidir. Bir fənnin 2 və ya daha çox məzmun xətti birlikdə əlaqələnirsə, buna deyirik fən daxili üfüqi. Məsələn, mətni oxu, yadında qalanları yaz, ümumiləşdirib danış. Oxu, yaz, danış. Bunlar demək olar elə burada 3 dənə məzmun xətti artıq əlaqələndi. Deməli, bu oldu fən daxili üfüqi.
Keçid alırıq fənlərarası 2 və ya daha çox fənnin əlaqələndirilərək biliyin bir mövzuda deyil, dərindən və ətraflı şəkildə əlaqələnməsidir. Dərin və ətraflı şəkildə əlaqələnməsi, öyrənilməsi. Deməli, biz hər hansısa bir mövzunu keçərkən, məsələn, elə deyək kompüterlərin tarixi. Bu zaman tarixi inteqrasiya eləyirik. Orada illəri hesablayırıqsa, riyaziyyata inteqrasiya eləyirik. Hər hansısa bir mənfi, müsbət yüklərdən danışırıq və s. fizikaya inteqrasiya eləyə bilərik. Deməli, bir fən daxilində biz bir neçə istiqamətə yönələrək, bir neçə fənni əlaqələndirərək ətraflı şəkildə öyrəndik. Keçirik fənüstü inteqrasiya şagirdin sərbəstliyidir. Öyrəndiyi bilik bacarıqları məktəbdən və sinifdən kənar özünün yerinə yetirməsidir. Ümumiyyətlə şagirdin öz ixtiyarında olan bir məqamdır. Demək olar ki, fənüstü inteqrasiyada müəllim böyük bir əhəmiyyət daşımır. Şagird önəmlidir. Keçid alırıq digər istiqamətə. Müəllimlər, alt standartın 4 əsas funksiyasını da biz bildik. İndi isə keçid alaq, alt standartın özünü təlim nəticəsi kimi, yəni təlim məqsədi kimi götürmək olarmı? Təkmilləşdirilmiş kurikuluma əsasən son qərarla olar. Amma nə zaman olar? Həmişə bu mümkün deyil. Əgər alt standart mürəkkəb bir haldadırsa, bu zaman həmin mürəkkəb alt standartdan təlim məqsədləri çıxardaraq şagirddə müəyyən bilik bacarıqları formalaşdırırıq. Amma alt standart yalnız bir mövzunu əhatə eləyə biləcək dərəcədə sadədirsə, məhdud bir çərçivəyə sahibdirsə, bu zaman elə həmin alt standartı təlim nəticəsi kimi götürmək olar. Həmin halda alt standartda verilən feili, verilən feili çevirib başqa bir feil kimi də istiqamətləndirmək olar. Amma məzmunu dəyişməmək şərt ilə. Keçid alırıq digər istiqamətə. İstiqamətimiz indi necə olacaq? Alt standartdan düzgün olaraq necə təlim nəticəsi çıxardaq? Smart texnologiyasını yadımıza salırıq. Spesifik, dəqiq, düzgün, aydın olmalıdır. Sonra təlim nəticələri demişik ölçülə bilən olmalıdır, yəni qiymətləndirilə bilən olmalıdır. Əgər mən o bacarığı qiymətləndirə bilməyəcəmsə, heç o təlim nəticəsini düzgün çıxartmamışam deməli. Sonra əldə oluna bilən olmalıdır. Nə asan, nə çətin, şagird onu başa düşməlidir. Reallaşdırıla bilən olmalıdır. Əgər real imkanlar yoxdursa, deyək ki, mühit uyğun deyilsə, ya müəyyən resurslar yoxdursa, maddi texniki baza buna imkan vermirsə, mən həmin təlim nəticəsini sadəcə təlim nəticəsi xatirinə qeyd etməməliyəm. Və sonda vaxtı nəzərə alırıq. Bir təlim nəticəsi bir akademik saat ərzində, yəni 45 dəqiqə ərzində yekunlaşmalıdır. Və təlimin sonunda şagird müəyyən bilik bacarıqlara sahib olmalıdır. Təlim nəticəsini dərsin əvvəlində elan etmək mütləqdirmi? Bəli. Təlim nəticəsindən nə çıxarılır? Meyar çıxarılır. Şagirdlərə hansı bilik bacarığı mənimsətmişəmsə, həmin bilik bacarığa da əsasən meyarlar təşkil edirəm. Və həmin meyarlar əsasında keyfiyyət səviyyəsinə uyğun şəkildə şagirdi qiymətləndirmiş olacam. Lakin artıq sadəcə meyar demirik, həmin meyardan rəy çıxardırıq. Düzdür, bu bizim ayrıca bir izahımıza aiddir. Meyarlardır, rəydir, necə qiymətləndirməkdir. Bu izahları da sizin üçün təqdim edəcəyik. Lakin siz çalışmalısınız ki, alt standartlı təlim nəticəsidir. Məsələn, deyək, məzmun xəttidir. Məzmun xətti istiqamət verir, sanki bir kompas rolunu oynayır. Şagirdlərdə hansı bilik və bacarıqların formalaşacağını öncədən istiqamətləndirir və məzmunun zəruri bir hissəsi hesab edilir. Ana xətti, leytmotivdir, dəyişmir. Düzdür, elə fənlər var ki, məsələn, biologiya müəyyən bir sinifə qədər gəlir və ondan sonra dəyişiklik olur. Amma bu dəyişiklik istisnadır. Çünki müəyyən bir həddə dəyişir, hər il dəyişmir. Sonra keçid alıram digər məqamı da
yadınıza salın. Belə deyək müəllimlər, müəllimlərimiz üçün çətin olan nədir? Biz icmallarda alt standartları əzbərdən bilməliyikmi? Alt standartları əzbərdən bilmək yox, həmin mövzuya uyğun alt standartı anlamaq kifayətdir. Həmin alt standartdan çıxardığınız təlim nəticələrini başa düşməyiniz kifayət edir. Çünki siz icmalı təqdim edəndə şifahi şəkildə təqdim edəcəksiniz. Ola bilər sizin öz ixtiyarınıza buraxsınlar ki, icmalı təqdim et. Və yaxud da onlar sual versinlər, siz cavablandırasınız. Buna görə də bütün alt standartları əzbərləmək qeyri-mümkündür. Lakin yazdığımız icmalların alt standart və məqsədini başa düşmək yetərli hesab edilir. Hazırlıqlarımız iyunun 1-dən start götürəcək. İstər qrup şəklində, istər fərdi şəkildə qoşula bilərsiniz və hər birinizə uğurlar arzulayıram. Qeydiyyatımız da indidən artıq başlayıb. Özü hazırlaşan müəllimlərimiz materialları əldə edərək özünüz də hazırlaşa bilərsiniz.